Salam, hər birinizi xoş gördük. Gəlin bugün təbiətin ən qiymətli, ən sirri nemətlərindən birindən danışaq. Baldan. Bilirsiniz, minillərdir ki, bal təkcə süfrələrimizin bəzəyi deyil, həm də əsl şəfa mənbəyi sayılıb. Yaxşı, bəs bu adi görünən balın arxasında əslində nə gizlənir? Onu bu qədər xüsusi edən nədir? Heç düşünmüsünüz? Gəlin, elə indi birlikdə bu şirin səyahətə çıxaq və bütün bu sualların cavabını tapaq. Baxın, ilk olaraq bunu bilməliyik. Bal sadəcə bir şirniyyat deyil, qətiyyən. Ona boş yerə təbiətin qızıl xəzinəsi demirlər. Və inanın mənə, bu heç də təsadüfi bir bənzətmə deyil. Çünki onun dəyəri bəlkə də qızıldan heç də geri qalmır. Yaxşı, bu qızıl xəzinənin gücünü tam anlamaq üçün gəlin ən təməldən başlayaq. Görəsən bu qızılı rəngli möcüzənin içində əslində nələr var? Bal əslində bədənimiz üçün lazım olan yüzlərlə prosesi dəstəkləyən, vacib mineralların, vitaminlərin və canlı fermentlərin təbii bir anbarı kimidir. Və burada söhbət aptekdən aldığımız sintetik vitaminlərdən getmir, yox. Söhbət birbaşa təbiətdən gələn, canlı, aktiv elementlərdən gedir. İndi gəlin balın içindəki o kiçik, amma güclü ordu ilə tanış olaq. Baxın, kalium, magnezium, zink, kalsium, dəmir, bu minerallar bizim bədənimizin əsas müdafiəçiləridir. Və maraqlısı odur ki, bədənimiz bunları özü istehsal edə bilmir. Məhz buna görə də bal kimi təbii mənbələr həyati əhəmiyyət daşıyır. Onlar hamısı birlikdə ürəyimizi qoruyur, beynimizi gücləndirir və immun sistemimizi, necə deyərlər, polad kimi edirlər. Yaxşı, bütün bu güclü elementlər bir araya gələndə nə baş verir bilirsinizmi? Bal bədənimiz üçün sanki görünməz bir qalxana çevrilir. Elə isə gəlin görək, bu qalxan bizi nələrdən qoruyur? İndi isə diqqətinizi bir rəqəmə cəlb etmək istəyirəm. Hazırsınız? Cəmi cümlətanı bir qaşıq bal. Bəli, sadəcə bir qaşıq bal orqanizmimizdə 60-dan çox müsbət təsir yarada bilir. 60-dan çox. İnanılmazdır, elə deyilmi? Gəlin indi bunların ən əsaslarına, ən təsirlilərinə bir-bir baxaq. Birincisi, immunitet. Bal sanki təbiətin öz antibiotikidir. Soyuq dəymə zamanı viruslarla mübarizə aparır, o bezdirici boğaz ağrısını demək olar ki, anında sakitləşdirir və ümumilikdə bizi xəstəliklərə qarşı daha dözümlü, daha güclü edir. İkinci böyük faydası mədəmizədir. Bilirsiniz, balın tərkibindəki o canlı fermentlər həzmə kömək edir, mədə yanmasına yüngülləşdirir və bağırsaqlarda sağlam bir mühit yaradır. Əgər həzm problemləriniz varsa, bu sizin üçün həqiqətən də əla xəbərdir. Növbəti vacib məqam ürəyimiz və damarlarımız. Bal antioksidantlarla, yəni bədənimizin təmizləyiciləri ilə çox zəngindir. Bu maddələr damarlarımızı təmizləyir, qan dövranını yaxşılaşdırır. Hətta deyirlər ki, bu uzun ömürlülüyün ən əsas sillərindən biridir. Gərgin bir gün keçirmisiniz, stres sizi yorub, bax, bal burada da köməyə çatır. Tərkibindəki maqnezium sayəsində sinir sistemini elə gözəl sakitləşdirir ki, gecə yatmazdan əvvəl cəmi bir çay qaşığı bal, sanki günün bütün yorğunluğunu, bütün stresini silib aparır və sizə rahat, dərin bir yuxu bəxş edir. Bəs enerji, idmanla məşğul olursunuz, ya da sadəcə günortadan sonra enerjiniz tükənir, şəkərli, zərərli içkiləri unudun. Bal bədən üçün ən sürətli və ən təmiz enerji mənbələrindən biridir. Sizi dərhal ayağa qaldırır, yorğunluqla mübarizə aparır və günə davam etmək üçün lazım olan o gücü verir. Yaxşı, bütün bu möhtəşəm faydaları gördük, amma burada çox vacib bir amma var. Bütün bu gücü əldə etmək üçün balı düzgün istifadə etmək şərtdir. Yəni, sadəcə yeməyə kifayət deyil. Gəlin görək, bunu necə etməliyik. Və budur, gəldik çatdıq ən vacib qaydaya. Lütfən bura diqqətlə qulaq asın. Balı heç vaxt, heç bir zaman qaynar suya, qaynar çaya qatmayın. 50 dərəcədən yuxarı istilik onun içindəki bütün o canlı fermentləri, bütün faydalı maddələri sadəcə olaraq öldürür. Və əlinizdə qalan nə olur? Sadəcə şəkərli bir su. Bütün faydanı qorumaq üçün yadda saxlayın. Yalnız və yalnız ılıq su. Bu balın qızıl qaydasıdır. İndi isə gəlin, baldan maksimum fayda götürmək üçün 5 peşəkar məsləhətə baxaq. Birincisi, səhərlər ac qarına bir qaşıq bal maddələr mübadiləsini işə salır. İkincisi, təkrar edirəm, həmişə ılıq su, heç vaxt qaynar su yox. Üçüncüsü, ona biraz limon sıxsaz, əsl immunitet bombası hazırlamış olursunuz. Dördüncüsü, darçınla qarışdıranda soyuq dəyməyə və xolesterinə qarşı çox güclü bir vasitə əldə edirsiniz. Və nəhayət, beşincisi, gecə yatmazdan əvvəl bir çay qaşığı bal sizə dərin yuxu gətirəcək. Bax, bu qədər sadə. Bu qaydalarla balın gücünü maksimuma çıxara bilərsiniz.
Ancaq təbii ki, hər yaxşı şeydə olduğu kimi burada da diqqətli olmalı məqamlar var. Faydalarından danışdıq, indi isə gəlin bu vacib xəbərdarlıqlara bir nəzər salaq. Deməli, kimlər ehtiyatlı olmalıdır? Əgər diabetiniz varsa, hər hansı bir allergiya meyliniz varsa və ya ümumiyyətlə hər şeyi həddindən artıq istifadə etməyi sevirsinizsə, diqqətli olun. Unutmayın, ən faydalı nemətin belə bir ölçüsü var. Qədərində dərman, çoxu zərər. Bu qayda bal üçün də keçərlidir. Beləliklə, gəlin bir yekun vuraq. Gördüyünüz kimi, bal bizə sadəcə bir şirniyyat kimi görünsə də, əslində içində böyük bir güc, böyük bir enerji saxlayır. Elə bir enerji ki, düzgün istifadə edəndə həm bədənimizi, həm də ruhumuzu canlandırır. Bu həqiqətən də belədir. Bal sadəcə qida deyil, o həyat enerjisidir. Yaxşı, bəs siz nə düşünürsünüz? Bütün bu məlumatlardan sonra bal sizin üçün nə deməkdir? Bəlkə sizin də öz xüsusi bal istifadə üsullarınız var? Əgər varsa, bizimlə bölüşməkdən çəkinməyin. Dinlədiyiniz üçün çox sağ olun, növbəti maraqlı mövzularda görüşənədək.